Sumqayıtda tükürpədici dəhşətli hadisə baş verib. Belə ki, Sumqayıt şəhərində fəaliyyət göstərən prenatal mərkəzin tam arxasında qız uşağına məxsus döl tapılıb. Hadisə səhər saatlarında xəstəxanaya gediş-gəliş sıx olduğu saatlarda qeydə alınıb. Dölü də elə xəstəxanaya gələn qadınlar görüb və ərazi üzrə mühafizə xidmətinə məlumat veriblər. Hadisə yerinə cəlb olunan polis əməkdaşları dölü ərazidən götürərək aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı aidiyyəti üzrə araşdırmalara başlanılıb. Qeyd edim ki, döl hazırda mən dayandığım bu ünvanda, yəni bu ağaclığın düz dibində orada tapılıb. Artıq aidiyyəti üzrə araşdırmalardan sonra döl ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Dölün əraziyə kim tərəfindən atıldığı hələ ki məlum deyil. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan uşaq xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 13:30 radələrində ölü döl aşkar edilib. Hüquq mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Qeyd edək ki, uşaq xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.